Turun icmalına baxırsınız, 1-ci liqada sona doğru mübarizə daha da kəskin xarakter alır. 19-cu turda bu baxımdan maraqlı oyunlar və nəticələrlə yadda qaldı. Zaqatalada start götürən Turun yalnız az qollu olmasından şikayətlənmək olar. İlk oyundan ümumiyyətlə qol səsi çıxmadı. Meydan sahibinin Azutader Qaradağlı Özbatanla duyeli qolsuz bərabərliylə yekunlaşdı. Yevlaxda Baku Sportingi sınağa çəkən Karvan da növbəti xal itkisi ilə üzləşdi. İcraiyyə Komitəsinin məlum qərarlarından sonra Premyer Liqaya iştahlanan paytaxt təmsilçisi İmişlinin ardından Karvana da 3 xalı çox gördü. Luka Stevanovic ilə hesabı açan qonaqlar qalib də gələ bilərdilər. Buna Ezekiel Morgan'ın dəqiq penalti zərbəsi mane oldu. Beləcə turun ikinci oyunu da sülhlə yekunlaşdı. Mövsüm boyu qeyri-stabil çıxış edən Moik Binə Qəsəbə stadionunda difayını qəbul edirdi. Artıq 3-cü dəqiqədə qonaqlar Christian Kampe ilə erkən qola sevindilər. .38-ci dəqiqədə digər legioner Muhammed Alfa Ordu klubunu mərkəzə dəvət etdi. Bu oyunun əsas vaxtında vurulan son qol oldu. Daha 2 qol isə ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə vuruldu. Cavid Tağıyevin qolu ilə ümidlənib, son dəqiqələrdə hamılıqla hücuma atılan Moik futbolçularını əks hücumda yaxalayan qonaqlardan Fərid Kərimzadə cəzalandırdı. Bununla da 1-3 hesabı ilə qalib gələn Difai liqada yerini möhkəmlətmək üçün ona hava su kimi lazım olan növbəti 3 xallı aktivinə yazdı. Növbəti gün Karvanın xal itkisini fürsət bilən İmişli Cəbrailə şans tanımadı. 38-ci dəqiqədə Pablo Alves uzaq 3-cü dəqiqə nişan aldı. .30 dəqiqə sonra isə Seyxan Fərəcov penalti qolu ilə İmişlinin üstünlüyünü 2 qola çatdırdı. Bu qələbə ilə Milmuğan təmsilçisi Karvanla xal fərqini 1-ə indirdi. Eyni zamanda Baku Sporting və Zaqataladan xeyli uzaqlaşmış oldu. Turun ən maraqla gözlənilən oyunlarından biri də Qəbələdə keçirilirdi. Lider Qəbələ doğma arenada Füzuli Məmmədovun Mingəçevirini qonaq edirdi. İstedadlı yerli mütəxəssisin Gürcü həmkarına ciddi müqavimət göstərəcəyi baxımından bu oyuna maraq böyük idi. Gəl ki, heyətindəki futbolçuların ustalıq səviyyəsinə görə üstün olan meydan sahibləri oyun boyu diktə edən tərəf oldu. Bu üstünlük yekun hesaba da yansıdı. 33-cü dəqiqədə Domi Massumonun, 9 dəqiqə sonra Murad Musayevin qolunu Mingəçevirlər cavabsız qoyunca oyun bu hesabla da yekunlaşdı. ...19 oyundan 49 xal toplayan Qəbələ erkən çempionluğa hazırlaşır. Onlardan 14 xal geridə, 1 xal fərqlə Karvan və İmişli ilk üçlüyü tamamlayır. 20-ci tura isə aprelin 3-də start veriləcək.